Order filled. Demə belə, başlayaq. Salam uşaqlar, bu günlərim ilk videomuz olacaq və ehtimalla hər gün paylaşaram, paylaşmaram, hər gün paylaşmaram, amma bir dəqiqə, what is that? Oh, why don't I? Hər gün paylaşmaram, amma əlimdən gəldiyi qədər kömək eləyərəm. Bu mənim analizim idi. Bugünkü deyəndə ki, yəni dünənki sayılır. 26 may 2026-cı ilin. Birinci ekran kaydına baxaq. Trade recap'a baxaq. Əməliyyat short'a. Ondan sonra keçək sizin üçün nəyə görə əməliyyat aldığımı və nəyə görə tutduğumu da başa salacağım və əlavə olaraq da ki, Power of 3'nin məntiqi və AMD ilə PO'nun fərqlərini az da olsa sizə başa salacağım. Tamam. Review'a baxdığımıza görə artıq keçək nəyə əsasən giriş elədiyimə və marketdə olan gözləntimə görə ATH-dan nəyə görə shortladığıma. Burada öz jurnalım var. Sözüm açığı sizə deyirdim. Mən həmişə jurnal tutum. Səbəbi də ki, budur ki, jurnal data baxımından çox yaxşıdır sizin üçün. Yəni, jurnal çox gözəldir. May ayında aldığım normal əməliyyat bu idi deyə jurnala bunu qeyd eləmişəm. O biriləri yəni normal bir əməliyyat olmadığına görə, hətta riski biraz çox olduğuna görə qeyd eləməyə olmayıb. Aprel ayında budur, mart ayında budur, fevral ayında budur, yanvar ayında budur. Yəni bu da keçən ildir, oktyabr ayından sentyabr falan. Hər nəsə, pre-market analizdə marketin Peer'dən öyrəndiyim publik olmayan mövzularından altdan SMT, yəni yuxarıdan SMT verdiyinə nəzər etmişdim. Daha sonra yuxarıdakı fraktal ərazisinə gəlmə ehtimalının yüksək olduğunu düşünmüşdüm. Əlavə olaraq da ki, yuxarıda Daily Cycle SMT ilə bərabər all-time high'ımız var idi və fraktalla üst-üstə düşdüyünə görə marketin yuxarı yönlü hərəkət olma ehtimalının yüksək olduğunu fikirləşdim. Bundan əlavə olaraq bizim YM dostumuz gördüyünüz kimi premium discount'un discount bölgəsində olduğuna görə market böyük ehtimalla birinci premium'a qalxıb YM'də, daha sonra discount'a yenidən düşmə ehtimalının böyük olduğu görsənir. Səbəbi isə siz trendline deyirsiniz, biz isə market strukturu deyirik. Strukturun yavaş-yavaş aşağı doğru hərəkətinə görədir. Və belə bir şey də var ki, bunu bilmirəm görmüşsünüz yoxsa yox, data toplayanda görə bilərsiniz. Market hər zaman YM-də 9.30 asılanda
biraz fərqli hərəkət verir. Yəni biz buradan nə çıxara bilərik? Deməli, Vayam əgər Dow Jones yuxarı yönlü hərəkət versə 9.30 açılışında, ES və Nasdaq hər ikisi də aşağı yönlü hərəkətin verəcək. Və bu da mənim üçün belə bir düşüncə yaradır ki, potensial olaraq market nəyə bilər? Premium diskont bölgəsinin diskont səviyyəsinə qədər gedə bilər və SMT yaradıb yenidən yuxarıya all time high-ə qədər qalxa bilər. Bunda nə yaranır? Ən yaxın olaraq potensial olaraq bu və bu var. Düzdürmü? Market də neyədir? Hal-hazırda gördüyünüz kimi 15 dəqiqəlik qrafikdə etdi. Market həmin hərəkət etdi. Gəldi 9.30 açışında. Daha sonra aşağı yönlü hərəkətin verəndən sonra yuxarı yönlü hərəkətin verdi. All time high qədər. Və all time high-dan da mən shortlamışdım. Sözün asılı shortum təxmini olaraq bura qədər idi. Sadəcə həzimsizlik olduğuna görə və hərəkət çox aşağı olduğuna görə təxmini olaraq 77.25 point falan tutmuşdum. Yəni buralarda bir yerdə 4.1 falan tutmuşdum. Burada dediyimiz kimi səbəbi də odur ki, aşağı yönlü hərəkət verməsinin. Market həftə ilk başı açsanda gör, burada envokumuz var. New Weekly Opening Gap. Yəni gapla açılış verdiyinə görə. Və market hər zaman struktur baxımından gapı doldurmağa meyillidir. Amma bu o demək deyil ki, bütün gapləri dolduracaq. Yəni belə deyim də, gapı doldurmağa tam meyilli söhbətində hər zaman gapı dolduracaq söhbət yoxdur. Mən sizə belə bir nümunə göstərim sizə. Belə eləyək. Bunu daily cycle-a verək. Ondan sonra gələ belə. Köhnə də qəpləri göstərmir bu. Heyf. Buradakı qəpləri göstərmir. Və bu qəpləri göstərmir. Heyf. Üstü qəp qalıb burada. Gəlib ala bilməyib. Buranı gəlib doldurub, amma buranı doldura bilməyib. Ondan sonra bəzi yerlərdə var ki, doldura bilməyib. Gedib aşağıya doğru. Köhnə qəplərdə. Daha gördüyünüz kimi qəpi dolduramayıb gedib birbaşa. Qəpi dolduramayıb gedib birbaşa. Yəni market hər zaman dolduracaq deyilən bir şey yoxdur. Amma doldurma ehtimalı yarıdan çoxdur. Hardasa 60-70% ehtimal var. Bunu bağlayaq. Ondan sıfırlayaq. Okay. Belə eləyək. İndikatoru bağla. İndikatoru yoxlayaq. Tamam. Açdıq. Deməli. Mənim tələbələrim buradan longlamışdı sözün asılı. Buradan longlayıblar və ATH-ə qədər tutublar, səhv eləmirəmsə. Buradan düz ATH-ə qədər tutanı var. Təxmini olaraq neçə point verir? 152 point verir. Gəldik mənim əməliyyatıma. Mənim əməliyyatım çox basic idi. Öz modelim əsasına girmişdim. Burada mənim üçün standart deviasiyanın 2,5-i, DFR-ın -4-nə qədər olan bölgə və ekstra olaraq da manipulyasiya standart deviasiyasının -4 bölgəsi var idi. Burada 1 saatlıq time frame keçəndə mən dərsində demişim, standart deviasiya dərsində demişim ki, əgər 2,5-i həcmlə bağlaya bilsə yuxarıda, bu -4-ə qədər qalxma ehtimalı yüksək olur. Amma 1 saatda şamın qapanışında təəssüf ki, bağlayanmadı. Və bağlaya bilmədiyini gördüyüm anda kiçik time frame-də, aşağı time frame-də enter axtardım. Market hərəkətin verəndə yuxarıda mənim üçün creating korrelasiya yaratdı. Burada. Ondan sonra bizim burada nəyimiz var? KVC-miz var. Düzdür. Əlavə olaraq da dizlər nəyimiz var? Change of state deliverimiz var. Buradan girə bilərdim. Düzdür. Amma girməmişəm. Səbəbi də ki, çox məntiqlidir. Çünki market şam açsanda həcmlə atdı aşağıya.
Və həcmin artdığına görə mən əməliyyata basanda məni burada 60 girmişdi məlumatda. Stopu da ki, deyə bilərsiniz ki, niyə görə bura qoymamışam. Səbəb odur ki, çünki bu fərqəti doldurmuşdu axı. Gəlib və buranı retestləyib. Yəni, bura da qoya bilərsiniz. Düz bura, bu hissəyə. Bu hissəni basic olaraq görə bilməsinizsə, bura qoya bilərsiniz. Amma məndə səhvliklə burada qalmışdı. Normalda bura qoymaq lazımdır ki, səbəbi odur ki, sizin üçün burada Sendostet Delaware verib artıq. Və bu adıyla qapanış verib. İstəsəz Sendostet Delaware'in necə istifadə olunma qaydasında öyrədərəm. Çünki bəzən götürürlər, şey edirlər. Fikirləşirlər ki, burada gəldi, hə, bu burada qırdı buranı, bu qıranı qırdısa, fitillə bağladısa, deməli vəsə, bura cistdir. Əslində bura cist deyil, cist olan hissə buradır. Cist burada yaradıb artıq, burada yox, burada yaradıb. Hə, tamam. Keçək. Power of 3 ilə Poach ilə AMD-nin fərqinə. AMD istənilən zaman çərçivəsi daxilində olan bir strukturdur. Necə bir şeydir? Yəni akkumulasiya, manipulyasiya və distribution. Burada gördüyünüz kimi. Open. Haradasın ha? Open. Open'i bırak. Ay bu hissə. Və qapanış lovu da burası. Market gəlir. Bu daxili strukturun içində hərəkətini verir. Daha sonra sizin üçün manipulyasiyanı verdikdən sonra paylanma hərəkətini verir. Bu həmişə belə işləyirmi? Yox, işləmir. Strukturu belədir. Yəni şam candle gəlib həmişə belə açılıb, belə eləyib, sonra belə eləyib, sonra belə düşməyə, o demək deyil ki, belə olacaq. Atıram. Məsəl üçün şey göstərim sizə ifadenin kandılları. Bunu bir dənə düzəldək. Bağla, bağla, bağla. Bunda bağla, bunda bağla, bunda bağla. Bunda bir dənə elə. Okay. Məsəl üçün kandılın açış hissəsi buradır. Düzdür. Texnik olaraq bura gəlib çıxır. Market gəlib belə gedir, sonra belə düşməyə başlayıb, düzdür. Kandil indi burada belə bağlanıb. Amma ki, onu bu. Bu düşüş şu anda, yazıyorum. Ha, short yönlüdür. Bir qırmızını mən tutuzdura bilmirəm, hansı rəngdir, hansı rəng sayılır. Onda bunun açılışı buradır. Aha. Gəlib burada açılıb. Hə, polna bu buradır. Opening bölümü buradır. Mən elə bilim buradır, bura deyil. Buradır. Opening bölümü buradır. Bir damız yuxarıya manipulyasiyasını verib, daha sonra başlayıb düşməyə aşağıya. Burada akkumulasiya yox, bir şey yox. Yəni sən tam dəqiq bilə bilməzsən. Yəni bu struktur AMD-dir. Poach deyil. Poach harada şey yarayır? Poach sizin üçün 9:30-da 11 AM-ə qədər işlənilən zaman çərçivəsi, istifadə olunan zaman çərçivəsi daxilində olan bir şeydir. Nə edir market? Market gəlir, akkumulasiya edir, manipulyasiya edir, SMT-ni yaradır. Daha sonra isə sizin üçün burada fair vərəqəf ya da ki, Sendostet Delaware yaratdıqdan sonra entry verdikdən sonra yuxarı yönlü paylanma hərəkətini verir. Burada gördüyünüz kimi. Elementarını burada bu hissədə gəlib burada market SMT-sini verib, akkumuliyasiyasını eləyib, manipulyasiyasını eləyəndən sonra manipulyasiyasını elədikdən sonra 11 saniyəyə baxaq.
Bundan disti var. Change of state delivery. Dist. Və yuxarı yönü paylanmasını verməyə başlayıb. Gördüyünüz kimi. Buna power of 3 deyirlər. Ora qədər tutmazsız. Tutarsız bu hissəyə qədər. Düzdürmü? Və server eləyir. 3.10'u serir. Yəni normal bir şəkildə birin 2 işləyən trader və birin 1.5 işləyən trader üçün bu yüksək bir error sayılır. Hə, mən deyirəm, mən 10 error falan tuturam, amma bu mənə potensial olaraq daha agresif entrylər verməsinin təsdiqləri sayəsində olur. Yəni, necə deyim sizə? Mənə təsdiqi tam olaraq verir deyə mən məsəl üçün buradan girmirəm, buradan girirəm. Tutaq ki. Və mənim stopumda baxdığımda stopum az ola bilər, amma attığım riskə pul az olacaq demək deyil. Sizin məsəl üçün burada atacağınız riskə pulu mən burada atıram. Okey, mən daha çox qazana bilərəm. Amma yenə itirəndə eyni məbləğ itiririk. Bir fərqli nüans var ki, sizə tam təsdiq verildikdən sonra gedir. Mən isə daha agresif entry edirəm və itirmə ehtimalı məndə daha yüksəkdir. Yüksəkdir, amma itirmirəm. Səbəbi də odur ki, Partial Take Profit nöqtəsi işlədirəm. Yəni, belə deyim də, mən əgər buradan entry almışamsa, TP nöqtələrimi ona uyğun istifadə edirəm. Market gəlib, düşüş yönlü hərəkətimi verib, düzdür. Hərəkətimi verdikdən sonra mən PDR-imi çəkirəm və mən enter aldığım bölgənin bu yarım hissəsi mənim üçün premium discount zonasının 0.5 idi. Bura limit əmrin birini atıram və digərini də bu hissəyə və bu hissəyə qoya bilirəm rahatlıqla. Və bunun sayəsində bu əmri aldıqdan sonra mən break event çəksəm belə, mənə gələ break event etsə belə mən günü xeyirlə bağlayıram. Yəni bu qədər sadə, çox da çətin bir şey deyil. Əlavə olaraq da ki, qalsa ki, bu əməliyyatın nəyə görə özünü bağladığıma, yəni nəyə görə bura qədər tutmadığıma və yaxud da ki, bura qədər tutmadığıma, market gəldi burada çox, amma çox hərəkətsizlik verməyə başlamışdı. Mən buradan tip verəyik, bu hissədə. Belə iğnə atdı, teyp elədi, sonra qalxdı yuxarıya. Çox həzmsiz idi və zaman olaraq da gördüyünüz kimi 10.54, yəni 11 EM-in açılışında çox az qalmışdı. Mənim öz şəxsi həyatım olduğuna görə bu əməliyyatın tam dəqiq gelib çatmasını gözləməmə ehtiyac yox idi. $5.000 kimi live hesabda bir məbləğ toplayıb götürdükdən sonra tam olaraq $5.000 yox, $4.965 komissiyasının çıxsaq, yox, komissiyası deyildi, komissiyası az idi. Komissiyası səhv eləmirəmsə 90 sent falan idi. Sadəcə mən elə bildim $5.000 gələcək. Girdiyim yerin pointini düzgün hesablaya bilmədiyimə görə o qədər gəlmədi. 72.25 belə var, oradan gelmişdim mən. Bu zonadan gelmişdim. Çox rahatlıqla götürdüm və çıxdım. Market nə elədi ondan sonra? Market aşağı hərəkətini verdi və mənim ikinci take profit nöqtəmi, birinci hissəni, ikinci hissəni gəlib götürdü rahatlıqla. Və daha sonra isə gəldi, mənim break event zonamdan keçdi, getdi yuxarıya. Buradan girməməyimin səbəbi isə, dediyim kimi, Kraken korrelasiya versə belə tam təsdiq vermədiyinə görə mən enter almadım. Niyə? Çünki market ATH-da idi. Və ATH-dan sənə tam təsdiq verməsə, şortlamağın ağılsızlığı olar. Hə, ATH-dan şortlanmaz deyənlər də var. Yəni ATH-a qalxıbsa bu long gedəcək. Biraz şeydən fərqli olaraq, kriptodan fərqli olaraq Nasdaq manipulyasiya eləməyə çox sevir. Ümid edirəm bu video sizin üçün yararlı oldu. Bilmirəm neçə dəqiqə olacaq. Hardasa 18 dəqiqə ya da ki 19 dəqiqəlik bir video olacaq. Canlı trade live ilə bərabər. Və çalışacağım bir neçə dəfədə beləsinə videolar çəkməyə. Səhvlərim ola bilər. Birinci videodur.
səhvlərim olduğu yerdə ya da ki söz var, irad və təkliflərinizi aşağıda kommentlərdə yaza bilərsiniz, problem yoxdur. Oldu, gecə xeyrə qalsın. Hələlik.